Azərbaycandan xaricə turizm axını dayanıbdır. Belə ki, Birləşmiş Ştatlar və İsrailin İrana hücumu və bundan sonra başlayan müharibə bir çox sahələrlə yanaşı xarici səfərlərə də təsirini göstərib. Artıq yaxın şərq ölkələri ilə səyahətlərin əksəriyyəti ləğv edilibdir. Bəzi hallarda isə vaxtı dəyişdirilibdir. Problemlər təkcə yaxın şərqlə, Dubay, Misir, Küveyt və Qətərlə bitmir. Bəzi istiqamətlər, o cümlədən Asiya təyyarə uçuşu bu ölkələrdən keçdiyi üçün həmin istiqamətlərə səyahətlər də dayandırılıbdır. İrandakı müharibədən ən çox təsirlənən şəhərlərdən biri də Dubaydır. Məlum olduğu kimi İranın cavab zərbələrinə ən çox hədəf götürülən ərazilərdən biri də Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Dubaydır. Dubay Əmirliyi son zamanlar turistlərin bir nömrəli səyahət yeri idi, amma müharibə səbəbindən ölkənin turizm sektoru demək olar ki, çökübdür. Hazırda bu ölkəyə uçuşlar müəyyən müddətə ləğv olunsa da insanlar ümumiyyətlə digər vaxtlarda da səyahət etməkdən çəkinirlər. Turizm şirkətləri bildirir ki, bəzi turistlərin gedişləri ləğv olunubdur, bəzilərinin vaxtı dəyişdirilibdir, bəziləri qiymətin düşdüyünü, bəziləri isə eyni qaldığını bildirir. Verilən ən son məlumatlara görə hazırda aktual istiqamət yalnız Türkiyə və Avropadır. Müştərilər bu istiqamətlərə üst tuturlar. Şirkət nümayəndələrinin sözlərinə görə bəzi yaxın şərq ölkələrinə getmək indi də mümkündür. Məsələn, Əbu Dabi, Şarja, Doha, Dubay kimi şəhərlərə getmək mümkün olmasa da Misirə getmək imkanı var. Bu şəhərə hazırda turlar və fərdi səyahətlər satılır, rezervasiyalar qeydə alınır. Uçuşların nə zaman bərpa olunacağı haqqında isə konkret məlumat olmasa da bəzi yaxın tarixlərdə olan uçuşlar ləğv edilməyibdir. Qiymətlərə gəldikdə isə bəzi şirkətlər uçuş olmadığı üçün qiymətlərin ucuzlaşdığını, bəziləri isə heç bir fərq olmadığını bildirirlər.